Salam, hörmətli izləyicilər. Bugün Azərbaycanda pensiya sistemi ilə bağlı ən son rəsmi yenilikləri sizinlə paylaşırıq. Dövlət Sosial Müdafiə Fondu açıqlayıb ki, 2026-cı ilin yanvar-mart aylarında pensiya ödənişlərinə 1 milyard 955 milyon manat vəsait xərclənib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 11% və ya 187 milyon manat çoxdur. Cari ilin əvvəlindən prezident sərəncamı ilə pensiyalar 9,3% indeksləşdirilərək artırılıb. Nəticədə ölkə üzrə orta aylıq pensiya 594 manata, yaşa görə pensiya alan vətəndaşlar üçün isə orta məbləğ 632 manata yüksəlib. Bu artımlar pensiyaçıların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmçinin rəqəmsallaşma davam edir. Elektron pensiya sistemi vasitəsilə vətəndaşlara daha sürətli və şəffaf xidmət göstərilir. Təkcə bu ilin ilk 3 ayında 11 min nəfərə pensiya proaktiv, avtomatik qaydada təyin olunub. 2019-cu ildən indiyə qədər isə bu rəqəm 190 min nəfərə çatıb. Proaktiv xidmət nə deməkdir? Vətəndaş əlavə müraciət etmədən məlumatlar avtomatik emal olunaraq pensiya hüququ müəyyən edilir. Bu, vaxt və əlavə sənəd yükünü minimuma endirir. Bütün bu məlumatlar yalnız rəsmi mənbələrə əsaslanır və məlumatlandırma məqsədi daşıyır. Videonu bəyənməyi, kanala abunə olmağı və zəng formasını aktivləşdirməyi unutmayın. Şərhlərdə hansı mövzuda video istədiyinizi yazın. Sağ olun, növbəti videoda görüşənədək.